Da geçen hafta 5. gün siz bilirsiniz ki Hüseyin'le bizim Ayşad'ımızın evliliğinin bir ili tamam oldu. Düzdür, ben sonra çıktım gittim Türkiye'ye. Ne baş verdi, neler oldu bilmirəm. Neler oldu bilmirəm Ayşad, necə oldu, ürəyinizcə oldu mu? Başkent Restoranlar grubuna Mətanət xanım özlərinin təşəkkürümü bildirirəm. Və o gözəl bilirəm ki, her şey əla olmuşdu. Baxaq birinci hissəyə görüm, o sujetin birinci hissəsini verin görüm. Çözülmek bilmiyor dertlerim. Çözüm nedir zaten hiç bilemem. Ne güzel her şeyimizi paylaşmışken, nasıl da bir anda beni harcadın. Aslında sen kendini harcadın. Bunun adına yürek derler, öyle bir anda silemezler. Biz burada neciz ne seversek bir defa severiz. Bunun adına yürek derler, öyle bir anda silemezler. Biz burada neciz ne seversek bir defa severiz. Ağlaşalım, sarılalım, öpüşerek koklaşalım. İkimiz de aşk sonsuz olsun aşk. Ağlaşalım, sarılalım, öpüşerek koklaşalım. İkimiz de aşk sonsuz olsun aşk. Gölgen bile yeter, hatırası bile güzel. Dokunma ağlar duygular, bölünür hep uykular. Gölgen bile yeter. Eşin misin? Yiyirəm də. Ye. Səccadım imkan vermir Ye. olsun. Ay canım. Deli dizini. Yok sağ ol teşekkür ederim. Aşkın hangi köşesi sana sitem eder? Sanma ki benden ayrılmak huzur verir. Biliyorsun ben de sene olacaksın. İstiyorsun gözlerinden yaşarken, inan ki çok mutlu oldum. Lütfen izin vermesen bana, yalnız bana baksın. Kim duyacak beni, beni? Kim sevecek beni? Senden başkası olmayacak. Bu zaten ebedi belli. Kim duyacak beni? Kim sevecek beni? Senden Kimdi zəng edirəm? Bilmem, tanımadım nömrədi. Diktafona qoy görək. Bəli. Dəhşət, dəhşət. Daha sonra neler baş verib, əziz tamaşaçılar. Mən yox idim Azərbaycanda. Amma mənim əməkdaşlarım mənə zəng eləyib hər şeyi məlumat veribdilər. Mən bilirəm orada nələr baş veribdi. Birazdan o sujeti sizin də diqqətinizə çatdıracağım. Amma Ayşad, sən tamamilə ağ eləmisən. Xoşqədəm Yox, xanım, ağ mən eləmisən. deyil. Amma eləyənlər etmək istəyirlər, amma düz etmirlər. Hər dəfə deyirəm, bəsdir. Amma buradan onlara səslənirəm.
Düz etmirlər. Elədiklərinə görə də necə lazımdır cavab verəcəklər. Vaxtı var. Sən ən gözəl gündə nələr yaşanıb orada? O ikinci sujeti indi tamaşaçılar da baxanda onlar da qərar verəcəkdilər. Amma yəni bu artıq son həddir, həqiqətən. Xoşqədəm xanım, niyə ona zəng gəlməlidir? Niyə nömrəsini dəyişmir? Hər dəfə zəng eləyirlər. Biri Solmazdır, biri xanımdır. Məni niyə istəyirlər? Məqsədləri nədir? Ayşad, sən deyirsən ki, 5-ci gün buradan gedəndə onlar efirdə gördülər də canlı-canlı. Gördülər, siz getdiniz, onlar bilərəkdən eləyiblər. Bəli. O restoranda o nələr idi yaşandı? Yəni indi onu tamaşaçılar birazdan izləyəcək, Hüseynə amma zəng gəlir, gedir çöldə danışır. Niyə çöldə danışır ki? Yanımızda danışsın da, mikrofonda danışsın da. yəni bu Hüseyni öldürəkmi biz? Öldürək yox, nömrəsini dəyişsin. İndi şərtin nömrəni dəyişməkdirmi Ayşad? Düz deyirəm də, Xoşqədəm xanım. Düzgün olmayan adamlar zəng eləyəcəklər, ağlına gələni danışacaqlar. Yəni indi Hüseynə biz Ailə dəyərlərinə hörmət eləməyən ağlına gələni danışacaq. Ailənin nə olduğunu bilməyən ağlına gələni danışacaq. Yəni indi Hüseynin nömrəsini mi dəyişsin? Hüseyn dəyişdi nömrəni. Əvvəlki videoları atırlar, nə bilim nə edirlər. Mən valla bilmədim açığı kim idi. Mən Yox, indi onu biz müzakirə eləyəcəyik ikinci sujetdə, amma bu nömrəni dəyişə bilərsən sən. döyüşərəm, dəyişmirəm. Dəyiş nömrəni də. Nömrə amma bir müddətdən sonra sabah gəlib nömrəni dəyişib Xoşqədəm yox. xanım, biz subay olarkən bunun ətrafında dost dediyi şəxslər var. Əslində dostu yox, düşmənləridir. Biz onların üstündə qırğınlar olurdu. Elə eləyəsən ki, mən Hüseyni artıq başqa ölkələrdə axtaracağam. Elə eləyəcəksən ki, Hüseyin bir də baxacam ki, çıxıb gedəcək. Sağ qalsın, sonra axtarar. Başa düşmədim. Nəyinirəm ki o sözləri deyirsiniz? O haqqımı tələb eləyirəm də. Sizin xanımınız qəbul eləyər, gecələr zəng eləyən 3-də, 4-də, 5-də. Elmi Bey xanımı Heç onun qəbul telefonuna... eləyər. Sən sual ver ki, Özünüzdən onun danışın telefonuna da. onun xanımı baxır mı? Sən ona sual O ver. şəraiti yaratmasın, baxılmasın da. Xeyr, əksinə, o qədər açıq bir insandır ki, pasiyentləri var, yüzlərlə onun tanışları var, zəng eləyir, amma mən bilirəm ki, o xanım heç o telefona... Ayşad, sən həddini çox aşırsan qızım, ailəni qorumaq lazımdır. Dəsələr qəbul eləyər. şokdayım, danışmır. Necə başa düşmədim? Mənə elə zəhlər gəlsə, mesajlar gəlsə, Sənə heç vaxt gələ bilməz. Qadın qadındır. Qadın qadındır. Qadın. O da kişidir. Qadın, bir dəqiqə. O kişidir. Onun iş yoldaşı zəng eləyə bilər, tanışı zəng Aşağıdıq eləyə bilər. istəməlidir. Amma sənin də iş yoldaşın zəng eləyə bilər. Ancaq sən durub bu nədir? Qadın deyə bilər ki, kişiyə zəng gəldisə mənə də gəl. Birinci bu sözü deməyin özü çox böyük bir ayıbdır. Çox böyük bir Yaxşı, ayıbdır ona qızım. zəng eləyənlərə ayıb deyil. Mən yep istəyirlər, yaşlı Ayşə, başlı adamlar. Onu çirkin. indi bir Sözlər dəqiqə. haqqında Fikir pis-pis vermirəm şeylər onlara. danışırlar. Bir Ayıb dəqiqə, deyil Ayşad, onlara. Məni sən də ağıllı ol, sən də ağıllı ol, susmağı bacar və qazan. O insan qazanır ki, o susmağı bacarır. Susan insan qazanır.